Salam dəyərli izləyicilər, hər vaxtınız xeyirli olsun. Bu videomda qış hazırlığı üçün çox dadlı badımcan ikrası hazırlayıram. Əvvəlcə təmiz yuduğum 3 kilo badımcanı soba listinə yığıram, göndərirəm 200 dərəcəli sobada bişməyə. Sonra təmiz yuduğum 1 kilo yaşıl və 1 kilo qırmızı bibəri və 2 kilo pomidoru da soba listinə yığıb bunları da sobada bişirirəm. İkra üçün götürdüyüm qabığı soyulmuş 8 ədəd orta boy baş soğanı xırda-xırda doğrayıram. Bir baş qabığından təmizlənmiş sarımsağı da xırda-xırda doğrayıb bıçaqla döyürəm. Sobada bişirdiyim badımcanların qabığını soyub boş qaba yığıram. Sobadan çıxartdığım biberlərin də qabığını və tumlarını təmizləyib boş qaba yığıram. Pomidorların da qabıqlarını eyni qayda ilə soyub boş qaba yığıram. Qabığını təmizlədiyim badımcan və biberləri bıçaqla bu formada döyüb xırdalayıram. Dəyərli izləyicilər, siz istəsəniz ət maşınından və ya blenderdan keçirdə bilərsiniz, amma mənə bu qaydada rahat olduğu üçün bu formada hazırladım. Keçirəm ikranı bişirməyə. Bişirəcəyim qaba 500 ml, yəni 2 stəkan yarım sıxma zeytun yağı tökürəm. Siz istəsəniz qarğıdalı və ya semiçka yağı da tökə bilərsiniz. Bura əlavə edirəm doğradığım soğanı və rəngi bir balaca qızılıya çalana qədər qovururam. Qovrulmuş soğanın üzərinə sobada bişirilib qabığı təmizlənmiş blenderdan və ya ət maşınından keçirilmiş pomidoru tökürəm. Və pomidoru soğanla bir yerdə 15 və ya 20 dəqiqə bişirirəm. Bura əlavə edirəm sobada bişirib bıçaqla xırdaladığım badımcan, qırmızı və yaşıl biber qarışığını və 1 ədəd xırda doğradığım acı biberi töküb qarışdırıram.
Xırda doğradığım sarımsağı da tökürəm. Zövqə görə duzunu, istiyotunu töküb yenə qarışdırıram. Son olaraq xırda doğranılmış bir dəstə cəfəri töküb qarışdırıram və yağa düşənə qədər bişirirəm. İkranı orta xodda bişirirəm və aramla yaxşı-yaxşı qarışdırıram ki, dibi yapışıb yanmasın. İkra artıq bişib və öncədən yuduğum qaynar suyla sterilizə etdiyim təmiz bankalara töküb kənarlarını təmiz silirəm. Bankaların ağzını qaynar suyla təmiz yuyub sterilizə etdiyim istifadə edilməmiş təzə qapaqla bağlayıram. Dadı çox əladır. Qışda bu ikranı yeməyin başqa bir ləzzəti var. Sizlər də hazırlayın əziz izləyicilər. Sağ və salamat qalın.